Dərikür əsərindən birinci hissə. Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıqlıq olduğundan otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Kürə enən cığırları da ot basmışdı. Zərnigar xanım bunların heç birini görmürdü. O başını göy məhəccərli eyvanın dirəyinə söykəyib, için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, mən bu dərdə necə dözüm, kimdən imdad istəyim, deyə inildəyirdi. Kürün o tayında hündür qovaqların seyrəlib, yulğunluğun başladığı yerdə 5-6 qaraltı görünürdü. Zərnigar xanım dikəldi. Oğlu Şamxalın da orada olduğunu yəqin etdim. Şamxal üst başını çırpıb, kəmərini daraltdı. Gümüş dəstəkli xəncərini yana çəkdi. Zərnigar xanım oğlunun qabağına gəldi. Şamxal anasının gözü yaşlı görüb, evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. Şamxal anasına yaxınlaşdı, qolundan tutub, diqqətlə üzünə baxdı. Yenə nə olub? Niyə gözünün yaşını 10 yerindən əliyirsən? Arvad daha da kövrəldi. Önlüyündən ətəyi ilə gözlərini silib, önlüyünün ətəyi ilə hikkəsindən boğula-boğula. Belə atan ölmüş, təzə eşqə düşüb ay bala, deyə Zərnigar xanım göz yaşına ara verib səsini ucaltdı. Bizi el içində biabır edib. Heç ərlik boyluq qızı olan sənin kimi oğul böyüdən kişi də belə iş tutarmı? Şamxal dinmədi, Zərnigar xanım irəli gəldi. Əllərini belinə qoyub Şamxalın qabağında dayandı. Deyəsən mənim dediklərimi qulaq ardına vurursan. Atan ölmüşün tərəfini saxlayırsan, yoxsa inanmırsan, hə? Gəl, yaxın gəl. Gör atan sənə nə yaxşı ana gətirib. Şamxalın rəngi qaçdı. Bayaqdan qorxu içində küncə qısılıb titrəyə-titrəyə qardaşının hərəkətlərinə göz qoyan Salatın özünü Şamxalın üstünə saldı. Əllərini tutub yalvardı. Qurbanın olum, ay qağa, evimizə qan salma. Amanın bir günüdür. Əlini qana bulama. Şamxal bacısını itələyib kənara yıxdı. Əlini sallamalı kəmərindən astığı xəncərin gümüş dəstəyinə yetirdi. Qızının dizin-dizin sürünüb əl çəkmədiyini görən Zərnigar xanım, bircə belə dur, gədənin əl-ayağına dolaşma, deyə Salatının hörüklərindən tutub dartışdırdı. Şamxal qorxusundan uçunan bu gəlinin öz tərəflərindən olmadığını dərhal bildi. Görünür, atası onu haradansa Kürün aşağısındakı uzaq kəndlərin birindən gətirmişdi. Gəlinin gözəlliyi Şamxalı yumşaltdı. Onun qolları boşaldı. Bunu hiss edən Zərnigar xanım oğlunun üstünə qışqırdı. Hə, niyə durdun? Bu saat onun saçını biləyinə dolayıb sürməsən kişi deyilsən. De tez ol. Ani olaraq fikrə gedən Şamxal anasının sözlərindən sonra gəlinə yaxınlaşdı. Dur şərəküləni yığışdır, rədd ol buradan. Yolun altı ilə gəlibsən, üstü ilə qayıt xarabana. Gəlin sapsarı saralsa da özünü sındırmadı. Onun qanı qaçmış dodaqları aralandı. Məni sən gətirməyibsən ki, evdən qovursan. Hirsindən rəngi ağappaq ağarmış Şamxal gəlinin üstünə yeriyib boğuq bir səslə qışqırdı. Bu saat rədd ol buradan, yoxsa bağırsaqlarını ayağına dolayaram. Gəlin gözünü də qırpmadı. Qeyrətli kişi qadına əl qaldırmaz. Hünərin varsa, get atanla haqq hesab çək. Artıq Şamxal dözə bilmədi. O ayaqlarına döşənib sürünən bacısının üstündən keçib irəli şığındı. Gəlinin saçını biləyinə dolayıb yerə yıxdı. Təpiyinin altına salıb döyəclədi. Arvadların qışqırtısı bir-birinə qarışdığından ovdan qayıdan Cahandar ağanın həyətdə dayandığını heç kəs görmədi. Gözünü qan örtmüş Şamxal isə getdikcə qızışır, gəlini sürüyüb evdən bayıra atmaq istəyirdi. Birdən gəlin var gücünü toplayıb ayağa durdu. Qabarıq sinəsini irəli verib Şamxalın üstünə qışqırdı. Vur, niyə durubsan? Əlin ayağın niyə titrəyir? Arvadı öldürməyə nə var ki? Vur. Şamxal xəncəri sıyırdı. Polad tiyə havada parıldadı. Ayağını üzəngidən yenicə çəkən Cahandar ağanın gözü pəncərəyə sataşdı. Şamxalın xəncəri
gəlinin başına endirmək istədiyini gördüyü ilə tüfəngi hərləməyi bir oldu. Güllə açıldı, Şamxalın əlindəki xəncərin tiyəsi iki bölünüb evin ortasına düşdü. Bir anlığa hamı daş kimi donub qaldı. Salatının ürəyi keçdi. Cahandar ağa ağır bədəninə yaraşmayan bir çevikliklə atılıb içəri keçdi və hələ də özünə gələ bilməyən oğlunun üstünü aldı. Şamxal bir əlindəki dəstəyə, bir də hələ də lüləsindən tüstü çıxan tüfəngə baxdı. Cahandar ağa qolunu hərləyib oğluna bir şillə çəkdi. Şamxal gözləmədiyi bu zərbədən dik atılıb, bir pişik cəldliyi ilə geri sıçradı. Onun gözlərində qığılcım oynadı. Ata ilə oğul döyüşə hazırlaşan buğalar kimi qabaq-qabağa dayandılar. Şamxal quzğun kimi üstünə gələn atasından əvvəlcə qorxdu. Onun nəzərində kişi getdikcə böyüdü, nərildəyərək ov üstünə atılmağa hazırlaşan heybətli bir pələngə döndü. Lakin o özünü ələ aldı, birdən atasının üstünə atıldı. Oğlunun qəfil hücumunu gözləməyən Cahandar ağa tüfəngin qundağı ilə Şamxalın sinəsindən vurub yerə sərdi. Sonra da təpiklə döyəcləməyə başladı. Zərnigar xanım özünün kişinin qabağına atdı. Dili dolaşa-dolaşa yalvarmağa başladı. Ay kişi, ağlını başına yığ. Uşaqdan əl çək. Onda taksir yoxdur. Öldürürsənsə məni öldür. Aya, qurbanın olum, vurma, yazığam, evimi yıxma. Salatın yavaş-yavaş özünə gəldi. Sürünüb atasının ayaqlarına döşəndi. Üzünü torpağa sürtdü. Bir göz qırpımında hadisədən çaşıb qalan gəlin yerindən tərpənə bilmədi. Kişi onun nəzərində getdikcə böyüyüb dağa dönürdü. O irəli atılıb iri bədənini qabağa verdi. Cahandar ağanın ağır yumruqları kürəyinə dəysə də diz çöküb kişinin ayaqlarını qucaqladı. Bəsdir ay insafsız, yazıqda tutar qalmadı. Onu yox, mən başı batmışı öldür ki, bir yolluq canım qurtarsın. Cahandar ağa onun hönkürtüsünə baxmayıb, yenə də oğlunun üstünə yeridi. Nökərlər səsküyə tökülüşüb gəldilər. Tapdıq bir sıçrayışla özünü araya saldı. Cahandar ağa onun enli kürəyinin arxasında qalan Şamxalı görə bilmədi. O biri nökərlər isə Şamxalın dartınmasına fikir vermədilər. Çəkə-çəkə onu çardağın yanına apardılar. Şamxal birbaş sahilə indi. İndicə baş verən əhvalatın təsirindən yaxasını qurtara bilməyən Şamxal yarğanın kənarında oturdu. Cahandar ağanın heybətli nərildisi yenidən onun qulaqlarında səsləndi. Yox, mən bir də onunla üz-üzə gələ bilmərəm. Yəqin kişinin indi məndən zəhləsi gedir. Harda görsə yenə üstümə cumacaq. Şamxal bir dəstə qızın yarğanın qaşı ilə suya indiyini görüb ayağa qalxdı. Buradan uzaqlaşmağa qərar aldı. Hamı evə çəkildi. Cahandar ağa isə qapıda hərlənir, pəncərəsinə zəif işıq gələn otağa yaxınlaşa bilmirdi. İndi o nə etməli idi? Öz hərəkətlərinə necə bəraət qazandırmalı idi? Qəlbinin dərinliklərində haqsızlığını duyurdu. Bu hadisənin belə sakitcə gəlib keçməyəcəyini, evdə hər gün dava-dalaş düşəcəyini aydınca görürdü. Kişi lap darıxdı. Ona elə gəldi ki, bu saat Qori müəllimlər seminariyasında oxuyan oğlu Əşrəf qapını açıb içəri girəcək. Qaşlarını çatıb, ata, eyib deyilmi, bu nə işdir, tutmusan, deyəcəkdi. Sonra da baş götürüb evdən gedəcək. Bir daha buralara üz çevirməyəcəkdi. Gecədən xeyli keçmiş, kəndin aşağısında itlər hürüşdü. Ucqardakı qara damdan kiminsə səksəkəli səsi eşidildi. Aya, adam, kimsən? Şamxal Çərkəzə cavab vermədi. Yavaş-yavaş evə yaxınlaşdı. Qara damın qabağındakı çardağın dirəyini özünə dalda edən Çərkəz, qaraltının kim olduğunu bilənə qədər əlini tüfəngin tətiyindən çəkmədi. Şamxal çaxmaq şaqqıltısını eşidib dilləndi. Mənəm, nə səs-küy salıbsan? Çərkəz Cahandar Ağagildə olan hadisəni bilsə də üzə vurmadı. O özünü elə aparırdı ki, güya heç nədən xəbəri yoxdur. Kənd yuxudaydı. Şamxal yata bilmirdi. Elə bil yuxusu ərşə çəkilmişdi. O bir daha evə qayıtmayacağını qərara alsa da hələ nə edəcəyini müəyyənləşdirə bilmirdi. Bir dəfəlik kənddən çıxıb getsəm necə olar? Özümə bir daxma düzəldəcəyəm.
Kənddəki qızlardan birini də gətirib qoyacağam evə. Şamxal durub yerində oturdu. Yenə fikir onu götürdü. Mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allahyar yola hazırlaşdı. O mələyin evdən baş götürüb getməsini heç cür ağlına sığışdıra bilmirdi. Allahyar kəndə çatan kimi mələyin əmsigilə adam göndərib məsələni öyrənməyi qət etmişdi. Əgər çıxıb əmsigilə gedibsə, onda özündən küssün. Heç kəs ona minnət etməyəcəkdi. Əgər getməyibsə, elə məsələ də bunda idi. Allahyarı narahat edən bu idi. Allahyar səhər tezdən nökəri yola salandan sonra ata minib Kürün sahilinə indi. O nə qədər çalışsa da sir açılmış, mələyin yoxa çıxması hamıya məlum olmuşdu. Allahyarın dodaqları astadan tərpənir, titrək barmaqları tüfəngin tətiyində oynayırdı. Şamxal kəndin kənarında, biçənəklərin üst tərəfindəki təpənin qaşında özünə ev tikdi. Kənd cavanları ona kömək etdilər. Şamxalın güləsləri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa 3 gün 3 gecə ağzı üstə yatdı. Güləsləri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa 3 gün 3 gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər. Cahandar ağa Şamxalı yaddan çıxarmaq üçün o biri oğlunu xatırladı. Görəsən Əşrəf bu saat nə edir? Evdə olanları eşidibmi? O da mı məndən üz döndərəcək? Yox, Əşrəf ağıllı baladır. Şamxalın tayı deyil. İkinci hissə. Göytəpə kəndinin ucqarında xır yolun üst tərəfində 3 otaqlı bir bina var. El arasında buraya Zayejri dom sözünün el arasında işlənən şəkli, yəni Zayej deyirlər. Qocalar deyirlər ki, düz bir il gecəli gündüzlü işləyəndən sonra yol hazır oldu. Yolun kənarındakı ev isə sahibsiz qaldı. 2 il bundan əvvəl buraya 24-25 yaşlı bir oğlan gəldi. Cəmaat arasında bir müddət ona Poşt Əhməd, sonra isə şapka geydiyinə görə Rus Əhməd dedilər. Əvvəllər ona heç kəs yaxın durmazdı. Xaçpərəstsə nə işimiz var deyə uzaq gəzirdilər. Ancaq yavaş-yavaş ona isnişirdilər. Rus Əhməd bəzən Zayejin eyvanında oturub kitab oxuyardı. Bəzən də uşaqları başına yığıb məzəli söhbətlər edər, uzaq yerlərdən, qalın meşələrdən, izdihamlı şəhərlərdən, böyük çaylardan, boranlı, çovğunlu diyarlardan söhbət açardı. Bu uşaqların içində Cahandar ağanın kiçik oğlu Əşrəf də olardı. Paştalyonun qapısı döyüldü. Əşrəf içəri girdi. Əlindəki böyük bağlamanı yavaşca pəncərənin qabağına qoydu. Stolun üstünə səpələnmiş kağızlara nə isə yazan Əhməd qanrılıb baxdı. Əlindəki böyük bağlamanı yavaşca pəncərənin qabağına qoydu. Stolun üstünə səpələnmiş kağızlara nə isə yazan Əhməd qanrılıb baxdı. Ay, xoş gördük səni. Demək gəldin. Çox yaxşı. Bəs bu nədir? Anam göndərdi. Əhməd lələ. Dedi ki, adam qəribə hörmət edər. Onlar sustular. Əşrəf kitablara baxdı. Bunların hamısını oxumusanmı? Oxumuşam. Səni də öyrədəcəyim. Rusca yazmağı da, oxumağı da biləcəksən. Mənim bir-iki dostum var. Onları da öyrədərsənmi? Niyə öyrətmirəm? Qoy gəlsinlər. Elə otağın birini boşaldıb sinif edərik. Özümüzün məktəbimiz olar. Təpələrin ətəyindəki yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonda oturan müsafir sakitcə ətrafı seyr edirdi. Faytonçu geri qanrıldı. Bağışlayın cənab, adınızı da bilmirəm. Aleksey Osipoviç. Aleksey Osipoviç hələ 4 il əvvəl Qori Seminariyasının pedaqoji şurasında olan mübahisəni xatırladı. Seminariyanın direktoru Dimitri Semyonov müsəlman şöbəsinin açılması məsələsini irəli sürmüşdü. Şurada böyük mübahisəyə qalxmışdı. Yeni şöbənin açılmasına qəti etiraz edənlər var idi. Elə həmin axşam Semyonov Aleksey Osipoviçi yanına çağırdı. Semyonov sakitcə sözə başladı. Çara və hökumətə yerli məmurlar lazımdır.
Elə bunun üçün də məktəblər açırlar. Amma biz daha uzağa baxmalıyıq. Yeni məktəblərdən yeni məqsədlər üçün istifadə etməliyik. Bu işdə fədakarlıq lazımdır. İlk illər çətinlik olacaq. Siz qorxmayın. Mən sizə arxayınam. Əməli təkliflərinizi yazın, fikrinizi mənə bildirin. Hər şeydən əvvəl şagirdlər haqqında düşünmək lazımdır. Taparıq, Dimitri Dimitriyeviç. Kənd-bəkənd gəzməli olsam da tapacağam. Elə bu məqsədlə də Aleksey Osipoviç səfərə çıxmışdı. Gecədən xeyli keçmiş, Zayejin qapısı döyüldü. Əhməd cəftəni çəkib qapını araladı. Qonağı qabağa salıb yol göstərdi. Aleksey Osipoviç göz gəzdirib otağı nəzərdən keçirdi. Divardan asılmış yarım kürələr xəritəsi, küncdəki qlobus, pəncərənin qabağına və stolun üstünə yığılmış kitablar, dəftərlər diqqətini cəlb etdi. O durub stola yaxınlaşdı, vərəqləri didilib tökülən əlifba kitabını səhvələdi. Sonra dəftərləri açdı. Atları rahatlayandan sonra içəri samavar aparmağa gələn Əhməd qonağın dəftərlərlə əlləşdiyini görüb ayaq saxladı. Aleksey Osipoviç səsə qandırılıb baxdı. Siz müəllimsiniz? Bəli. Bilirsinizmi, cənab, əslində mən burada işsizəm. Əvvəllər Bakıya, Yerevana, Gəncəyə, poçt faytonları, dilicanlar buradan gəlib keçərdi. Mən də necə deyərlər, boş evə qarovul çəkirəm. Darıxmamaq üçün uşaqları başıma yığıb yazı pozu öyrədirəm. Siz nə qədər böyük iş gördüyünüzü bilirsinizmi? Burada nə var ki, deyə Əhməd sakitcə cavab verdi. Adınız nədir? Əhməddir. Əvvəllər kənd arasında mənə poçt Əhməd deyərdilər. Sonra nədənsə Rus Əhməd oldum. İndi isə yavaş-yavaş uçitel Əhmədə çevrilirəm. Görək sonra nə olacaq? Poçt Əhməd. Aleksey Osipoviç qəhqəhə çəkib güldü. İndi uçitel olmusan. Sənin bu kənddə uşaqlara dərs deməyin böyük xidmətdir. Bilirsinizmi, mən Qori seminariyasında işləyirəm. Biz orada təzə şöbə açmışıq. Bağışlayın. Siz Çernyayevski deyilsiniz ki? Aleksey Osipoviç. Bəli, düz tapmısınız. Bəs siz mənim adımı hardan bilirsiniz? Əşrəfin məktublarından. O həmişə sizdən yazır. Axı onu mən oxutmuşam. İndi sizin tələbənizdir. Çox yaxşı tanıyıram. Ən yaxşı oxuyan tələbələrimizdəndir. Demək, siz mənə kömək edə biləcəksiniz. Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdüm. Belə hallarda düşmənin pusquda dayanıb qapını gözlədiyini yaxşı bildiyindən tüfəngi götürüb pəncərədən bayıra atıldı. İtlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. O səs səmir kəsəndən sonra tüfəngini çiyninə alıb ağır-ağır evə qayıtdı. Kişini fikir götürdü. Tez-tez mənə sataşan kim olar? Deyə özünə suallar verdi. Deyəsən burada ayrı əl var. Bəlkə Cahandar ağa duruxdu. Mələyin əvvəlki ərini indiyə qədər yadına salmadığına, bu barədə təzə arvadı ilə bir kəlmə danışmadığına özü də təəccüb etdi. Elə o olacaq. Nökərlər geri qayıtdılar. Hamıdan sonra həyətə girən Tapdıq atı dirəyə bağlayıb ağanın yanına gəldi. Cahandar ağa gözünü geniş açıb qapının ağzında dayanan nökəri süzdü. Nə oldu? Tuta bilmədi ağa. Mən qabağını kəsənəcən özünü suya atdı. Kişi papirosunu sümürüb otaqda gəzindim. Tapdıq cansıxıcı sükutdan yaxasını qurtarmaq üçün astaca dilləndi. Ağa, deyirəm gülləniz boşa çıxmayıb. Nədən bilirsən? Bundan, deyə Tapdıq əlindəki yun başlığı göstərdi. Qana bulaşıb. Mələk ürəyinə qorxulu bir şey daman adamlar kimi əsə-əsə başlığı götürdü. Özü də hiss etmədən, onundur, deyə qışqırdı. Cahandar ağanın dişləri kilidləndi. Mələk nə edəcəyini bilmədiyindən yumaq kimi büzüşdü. Kəndin ortasındakı təpədə iri tut ağacının kölgəsində böyük bir mərəkə vardı. İndi də cəmaət böyük maraq və intisarla buraya toplaşmışdı. Cahandar ağa da buradaydı. Elə bu zaman Aleksey Osipoviç ilə Əhməd mərəkəyə yaxınlaşdı. Aleksey Osipoviç mərəkədəkilərlə bir-bir əl tutdu. Cahandar ağaya yaxınlaşanda xeyli dayandı. Diqqətlə kişinin üzünə baxdı. Siz Əşrəfin atası deyilsiniz ki? Bəli. Cahandar ağa yavaşca dilləndi və ayağa qalxdı. Uşaq necədir?
canı başı sazdırmı? Təkdir, dostlarından ötəri yaman darıxır. Axı bizim məktəbdə Əşrəfdən başqa Göytəpədən heç kəs oxumur. Elə sizin kəndə ondan ötürü gəlmişəm. Gərək kömək edəsiniz. Uşaqlardan seçib oxumağa aparaq. Söhbət bu yerə çatanda aralığa sükut çökdü. Cahandar ağa nə cavab verəcəyini bilmədi. Molla Sadıq da susub mənalı-mənalı cəmaatı süzdü. Onun təsbihi daha da bərkdən şaqqıldadı. Aleksey Osipoviç söhbəti başlamaq üçün ələ düşən fürsətin gedəcəyini görüb sükutu pozdu. Niyə susursunuz? Bizim kənddə oxumağa gedəsi uşaq yoxdur. Niyə yoxdur? Var deyə Aleksey Osipoviçdən qabaq Əhməd dilləndi. Onları oxutsaq, əməlli başlı adam olarlar. Kimdir onlar? Molla Sadıq da bu dəfə qəzəblə dilləndi. Biri Osman. Kim? Osman? O ki, Kora Fəhimin biridir. 3 ildə bir Quran ayəsini əzbərləyə bilmir, ondan oxuyan çıxar. Çıxar, niyə çıxmır? Dərs deyən mənəm. Mən yaxşı bilirəm, yoxsa sən? Bilməzsəm demərəm. Bir də o cür ki, siz dərs deyirsiniz, əlbəttə uşaq heç nə başa düşməz. Ey Rus Əhməd, artıq əski danışma. Həddini bil, sonra peşman olarsan. Bəs Əli necə? O da fərasətsizdir. İkisi də bir bezin qırağıdır. İndi burada məndən nə hinkir-minkir başlayıbsan. Acığın tutmasın, ay Molla Sadıq. Səhərdən söhbətə qulaq asan gəmiçi qoca astaca dilləndi. Nəfəsin ağırdır. Uşaqlar səndən heç nə öyrənə bilmirlər. Elə bizim Çərkez də 3-4 il ayaq döydü, amma bir şey çıxmadı. Demək Allah Taala özü sizi sirrinə vaqif eləmək istəmir. Allah Taalanın burada nə işi var ay Molla? Küfür danışma kişi, hər şey Allahın əmri ilədir. Nə üçün davadalaş salırsınız deyə Aleksey Osipoviç mübahisə edənləri sakitləşdirməyə çalışdı. Əla Həzrət, padişahımız özü müsəlman balalarının oxumasına icazə veribdi. Kəndlərin bir çoxunda yeni məktəblər açılıbdı. Sizin uyezdə bu işə başlamaq lazımdır. Biz də sizdən ötürü çalışırıq. Qoyun uşaqlarınız oxusun. Nə olar, biz padişahımızın fərmanına boyun əyməyə həmişə hazırıq. Ancaq bizi başa salın görək, o təzə məktəblər necə olacaq? Orada Quran oxunmayacaq. Oxunacaq, Molla Sadıq, niyə oxunmayacaq? Orada şəriət dərsləri də keçiriləcək. Elə bizim Qoridəki seminariyada da şəriət dərsləri keçirilir. Sünnilərlə şiələr bir yerdə. Yox, onu da nəzərə almışıq. Hərənin öz mollası var. Gündə 3 yönə namazlarını da qılırlar. Biz heç kəsi dinindən döndərmək istəmirik. Molla Sadıq gözlərini qıyıb hiləgərcəsinə Aleksey Osipoviçə baxdı. Sonra da ətrafdakıları süzdü. Yox, cənab, bu yollarla bizi aldada bilməzsiniz. Xaçpərəstlərin İslam milləti arasında təfriqə salmaq köhnə peşəsidir. Biz sizi yaxşı tanıyırıq. İndi də uşaqları oxutmaq adı ilə başımızı tovlamaq istəyirsiniz. Aralığa çaxnaşma salmaq fikrindəsiniz. Ancaq onu bilin ki, belə işlər daha baş tutmaz. Biz uşaqlarımızı verən deyilik. Ay cəmaat, eşidirsinizmi? Molla Sadıq əlini havada oynatdı. Aleksey Osipoviç beli xəncərli kişilərin qaşlarının üstünə qədər enmiş saçaqlı papaqları altından parıldayan qəzəbli gözlərinə baxdı. O ağzını açmağa macal tapmamış, Molla Sadığın yanındakı kişilərdən biri qabağa yeridi. Onun sallamalı kəmərindən asdığı iri xəncəri az qalırdı ki, belini üzüb salsın. Bura bax, bizə nə veribsən ala bilmirsən? Qapı-qapı düşüb uşaqlarımızın başını niyə tovluyursan? Mən ki, onlara pislik eləmək istəmirəm. Sənin yaxşılığın da, pisliyin də bizə lazım deyil. Rədd olun buradan. Elə bir cəmaat buna bənd imiş. Kişi sözünü deyib qurtaran kimi hərə bir tərəfdən hoqquldamağa başladı. Biz uşaqlarımızın başından keçməmişik. Qoymarıq onların boynuna xaç salasınız. Ay cəmaat, qovun onu. Rus Əhmədi də, ona da qatın. Dinsizlər, çıxın kəndimizdən. Bizi də özləri kimi kafir eləmək istəyirlər. Ay cəmaat, səbriniz olsun, biraz dayanın. Kəs səsini, Rusdan dönmüş. Mən də sizin kimi müsəlmanam. Yalan deyirsən, adını Əhməd qoysan da kafirsən. Bu saat ikinizi də bir-birinə çataqlayıb yarğandan başa aşağı kürə atacağı.
Adamlar getdikcə qızışdılar. Onların çoxu əlini xəncərə atıb irəli cummağa bir balaca işarə gözlədi. Aleksey Osipoviç bunu aydın görsə də, geri çəkilməyin mümkün olmadığını dərk etdiyindən özünü şax tutdu. O hələ bu cür qızışmış adamlarla üz-üzə gəlməmişdi. Başqa kəndlərdə ona qulaq asmış, üstəlik də kömək etmişdilər. Ancaq bu saat onun həyatı belə təhlükə altında idi. Kürün sahilindəki bu ucqar kəndin adamların başa salmaq görünür, o qədər də asan deyildi. Əhməd də çıxılmaz vəziyyətdə qalmışdı. O, Göytəpəyə gələli az-çox xasiyyətinə bələd olduğu kəndlilərin belə səbirsiz olacağını, hətta qana susayacaqlarını təsəvvür etmirdi. Şübhəsiz burada bir əl var idi. Görünür, Molla Sadıq bütün gecəni yatmamışdı. Yoxsa cəmaat birdən-birə yuvası dağıdılmış an kimi qəzəblənməzdi. An yox, arı kimi qəzəblənməzdi. Əhməd qorxdu. Bir hadisə olan kimi kürü keçib özlərini meşəyə verən, divan dərə tanımaq istəməyən bu adamlar fitvaya uyub, nə desən edə bilərdilər. O gözaltı qonağını süzdü. Aleksey Osipoviçin rəngi köynəyinin ağ yaxalığından seçilmirdi. Hücuma keçən kəndlilər onları tut ağacına doğru sıxışdırdılar. Əhməd hər ehtimala qarşı qabağa keçdi. İlk zərbələrin qarşısını almaq ya da cəmaatı sakitləşdirmək üçün bir-iki söz deməyə lazım bildi. Ay cəmaat, hay-haray nəyə lazımdır? Uşağınızı vermirsiniz, verməyin. Daha aləmi başınıza niyə tökürsünüz? Biz dedik məsləhətləşək, demədik dava eləyək. Ağlınızı başınıza yığın. Bizə ağıl öyrətmə. Taksirin hamısı sən dinsizdədir. Bu Rusu tovlayıb gətirən də sənsən. Əvvəlcə elə səni doğramaq lazımdır. Aleksey Osipoviç Əhmədin qolundan çəkib geri dartdı. Özü qabağa yeridi. Şapkasını çıxarıb içini dəsmalla quruladı. Bir müddət sakitcə dayanıb cəmaatın susmasını gözlədi. Biz heç kəsi öz dinindən döndərmək istəmirik. Bizim məqsədimiz sizin uşaqlarınızı oxutmaq, onlara elm öyrətməkdir. Onları savadlandırmaqdır. İndi zaman dəyişir. Elmsiz adam kör kimidir. Gərək siz uşaqlarınızı bədbəxt olmağa qoymayasınız. Biz oxumamışıq, dünya uçub, uşaqlarımız da oxumasa, yeməyə çörək tapmayacaqlar, lazım deyil sizin oxutmağınız. Biz sizin xeyriniz üçün çalışırıq. Bizə kömək etməyə əvəzinə Molla Sadığın fitvasına nahaq uyursunuz. İndi də mollamıza sataşırsan, deyə bayaqki xəncərli kişi onun sözünü kəsdi. Əlim ayağım dəyməmiş, rədd ol buradan. Aleksey Osipoviç, nahaq yerə fitva verirsiniz. Getsəniz, məsləhətdir, fitvanı o yox, siz verirsiniz. Molla Sadıq dodaqucu gülüb, Əhmədi başı ilə cəmaata göstərdi. İndi gördünüz bu işlərin mayeyi, fəsadı kimdir? Molla Sadığın təmkinlə söylədiyi bu sözlər adamları yerindən oynatdı. Onlar Əhməd və Aleksey Osipoviçi tut ağacına qısladılar. Əhməd artıq gözləməyin mümkün olmadığını yəqin etdi. Hər ehtimala qarşı cibində gəzdirdiyi naqanın dəstəyinə əl uzatdı. Bayaqdan papirosun oduna yandıran Cahandar ağa dözə bilmədi. Tüfəngi dizinin üstündən götürüb ayağa durdu. Qızışmış cəmaatın önüncə gələn Molla Sadığın qabağını kəsdi. Onun zəhmli baxışlarından ehtiyat edib ayaq saxlayanlar tərəddüd içində dayandılar. Cahandar ağanın yoğun səsi eşidildi. Geri durun. Cəmaat burulğan kimi burulub yerindəcə fırlandı. Geri durun deyirəm sizə. Onlar tərpənmədilər. Cahandar ağa çaxmağı hərləyərək gülləni lüləyə verdi. Fikriniz nədir? Yoxsa könlünüzə sibir düşüb? Bəs bunun sonrasından qorxmursunuz? Sabah atlı qazaqlar tökülüb gələndə cavab verə biləcəksiniz? Hə, niyə dinmirsiniz? Sizi bir-birinizə çataqlayıb atın döşünə salanda bu Molla Sadıq qabağa dura biləcəkmi? Sizdən soruşuram, onda harayınıza çatan olacaqmı? Adamlar qımışdılar, addım-addım geri çəkilib gözlərini Cahandar ağaya zillədilər. Nə edəcəklərini bilmədən tərəddüd içində dayandılar. Bunu hiss edən Cahandar ağa da səsin ahəngini dəyişib məzəmmətə keçdi. Adam bir iş görəndə fikirləşər, hər yetənin sözünə baxıb toy toğlusu kimi ortalığa düşməz. Bir də qonağa əl qaldırmazlar. Molla Sadıq gördü ki, biraz bundan əvvəli irəli atılanlar geri çəkildilər. Cahandar ağanın sözlərini eşidib sustular.
O özünün məğlub olduğunu hiss etsə də sözündən dönmək istəmədi. Sinəsini gərib Cahandar ağanın üstünə qabardı. O qonaq deyil. Qonaqdır. Kimin qonağıdır? Mənim. Sənin? Bəli. İndi kimin hünəri var qabağa çıxsın? Elə sənin kimləri deyilmi cəmaatın evini yıxan? Cadügər, haramzada. Dilini qarnına qoy. Artıq əski danışma. Öz oğlunu dinsiz eləməyin yetmir. İndi də başqasının. Xalq sənin özünə vəkil eləyib. Nə düşmüsən ortalığa? Bəs sən niyə düşmüsən? Niyə qoymursan bu dinsizləri qovaq getsin? Yoxsa təzə qudan gəmiçi qocanın qardaşı oğlu Osmanı da oxumağa göndərəcəksən, hə? O mənim öz işimdir. Səni öz başına qoymazlar. Kim qoymaz? Tapılar. O hansı köpək oğludur? Gəlsin görüm. Molla Sadıq çiynindən sürüşüb düşən əbasını düzəltdi. Əlindəki təsbihi saqqalı bərabərinə qaldırıb səsini dəyişdi. Yekə kişisən, ağzını təmiz saxla. Kəs səsini, dınqıra süzən qurumsaq. Molla Sadıq Cahandar ağanın qıllıq qaşları altından üzünə zillənən qan sağılmış gözlərini baxa bilmədi. Onun iri qalın dodaqlarının səyridiyini, barmağının tüfənginin tətiyində titrədiyini görəndə sözünün dalını qısdı. Hələ uşaqlıqdan xasiyyətinə bələd olduğu, balaca vaxtı bir yerdə oynayanda dəfələrlə yumruğunun dadını gördüyü Cahandar ağanın zəhmi onu bastı. Demək istədiyi söz ilişib boğazında qaldı. Müsahibinin dodağının bir balaca tərpənməsinə bənd olan Cahandar ağa da sustu. Mollanın dinləməyə taqəti olmadığını yəqin etdikdən sonra barmağını tətikdən çəkdi. Ağır otu batman gəl. Burada səndən başqa da kişi var. Molla Sadıq hirslə cəmaatı süzüb mərəkədən uzaqlaşdı. 5-10 saqqallı kişi də onun arxasınca getdi. Aralığa dava düşsə vuruşmağa hazır olanlar yarıya qədər siyirdikləri xəncəri şaqqıltı ilə qınına saldılar. Cahandar ağa qohumlarını gözaltı süzüb arxayınlaşdı. Aleksey Osipoviçlə Əhməd də dərindən nəfəs aldılar. Əhməd dilinin ucu ilə qaysaqlanmış dodağını ısladıb, ovcunda sıxdığı naqanın dəstəyini buraxdı. Cəmaatın sakitləşdiyini və bir daha qalmaqal salmayacaqlarını yəqin etdikdən sonra Cahandar ağa yenə əvvəlki yerinə qayıtdı. Çiynini tut ağacına söykədi, əsəblərini sakitləşdirmə və həyəcanını ətrafdakılara bildirməmək üçün yenidən papiros eşdi. Bir-iki dəfə dərindən nəfəs aldıqdan sonra üzünü Əhmədə tutdu. Abala, adam bir iş görəndə əvvəlcə məsləhətləşər, yoxsa durduğun yerdə özünü də xataya salmışdın, bizi də. Bu kişini də ortalıqda biabır elədin. Qərib adamsan, hər şeyə baş qatma. Qanmaz adam çoxdur. Əllərindən nə desən gələr. Mən ki onlara pislik eləmirəm. Sözümə qulaq as deyə Cahandar ağa səsini ucaltdı. Mənim söz güləşdirən adamdan xoşum gəlməz. Bir işin olanda əvvəlcə mənə de. Hər yetənlə ağız-ağıza vermə. Əşrəfin dostu məndən ötəri də əzizdir, bildinmi? Çox sağ olun. Aleksey Osipoviç köynəyinin yaxasını açdı, qalstukunu boşaldıb, əlindəki dəsmalla tərini sildi. Sonra da adəti üzrə şapkasının içini qumladı. Dağılıb gedənlərin arxasınca xeyli baxdı. Böyük kədər və hüzünlə başını buladı. Mən belə gözləmirdim. Deyəsən adamlarınız yaman xatalıymış. Onlardan günah yoxdur. Təqsirin hamısı o mürid köpək oğlundadır. Təəssüf ediləsi halda. Ancaq nə etməli? Görünür, əliboş qayıtmalı olacağam. Cahandar ağa sakitcə cavab verdi. O barədə sonra fikirləşərik. Mərəkədəkilər dağılışdılar. Bəli, xəncərli kişilərin çoxu kəndin dolama cığırlarında görünməz oldu. Tut ağacın ətrafında yalnız Cahandar ağanın qohumları qaldı. Aleksey Osipoviç fikirli-fikirli papiros çəkən Cahandar ağaya yaxınlaşdı. Çox sağ olun. Əgər siz olmasaydınız deyəsən salamat qurtara bilməyəcəkdik. Sizə minnətdaram. Əşrəfə sözünüz yoxdur ki? Kişi oğlunun adını eşidəndə qaşlarını çatıb ağır-ağır qonağa baxdı. Biraz bundan əvvəl baş verən hadisədən xəcalət çəkdiyində nə edəcəyini belə müəyyənləşdirə bilmədi. Getmək istəyirsiniz? Bəli, nə vaxt? Elə bu saat, yolcu yolda gərək. Onsuz da yaman gecikmişəm. Tələsməyin. Fayton gözləyir. Ertəykən yola düşsə yaxşıdır. Darıxmayın deyə Cahandar ağa ona cavab verdi.
Sonra da üzünü cavanlardan birinə tutdu. Abala, get o atın cidarını aç, bura gətir. Sonra da qaç evə xəbər ver ki, qonağımız var. Başa düşdünmü? Uşaqlara da tapşır ki, hazırlaşsınlar, yola çıxacaq. Hə, indi durun evə gedək. Zəhmət çəkməyin. Durun gedək. Bu kəndə gələn qonaq mənim evimdə çörək kəsməmiş gedə bilməz. Sözün düzü, gedək evə. Orada danışıb məsləhətləşərik. Aleksey Osipoviç dönüb Əhmədin üzünə baxdı. Razılaşmaqdan başqa əlac olmadığını bilib susdu. Onlar tozlu yolun kənarındakı cığırla Kürün sahilinə doğru addımladılar. Cahandar ağa atını yedəkləmişdi. Artıq ay batmışdı. Kəndin və çöllərin üzərinə qatı qaranlıq çökmüşdü. Elə bil hər şey daşa dönüb donmuşdu. Nə ötən böcəklərin səsi eşidilir, nə də biraz bundan əvvəl kəndə çaxnaşma salan itlər hürüşürdü. Həmişə Kür tərəfdən əsən meh də dayanmışdı. Sanki təbiət nəfəsini içəri çəkib susur, çəmən otlarını, kolların yarpaqlarını xışıldadıb mürgüləyən kəndi oyadacağından ehtiyat edirdi. Cahandar ağanın qəlbinə çökən dəhşətli qara fikirlərdən də qatı bir qaranlıq ətrafı çoğalamışdı. İri bir qanqal topası Şahnigarın düz gözünün altına dəydi. Arvad özünü saxlaya bilməyib qışqırdı. Əlləri ilə gözünü tutub atın dırnağının dibinə çöktü. Qəmər fınxırıb yüyəni daha bərkdən çeynədi. Yalnız bu zaman Cahandar ağa fikrindən ayılıb atın başını çəkdi. Şallaq yenə havada şaqqıldadı. Getdikcə qanqal və sirkən xışıltısı azaldı. Nəhayət araba yolunun narın və yumşaq tozu atın ayağının altında tapıldadı. Şahnigar yüngül nəfəs alıb irəlilədi. O qardaşının tərsliyini bildiyindən dinmirdi. Nə göz yaşının, nə yalvarışın, nə də ah-nalənin onun inadından döndərə bilməyəcəyini, əksinə daha da höccətə salacağını anlayan Şahnigar susur, bu işlərin nə ilə qurtaracağını, yeganə qardaşının onu haraya apardığını dəhşət və səbirsizliklə gözləyirdi. Bir də o, qardaşına nə deyə bilərdi? Axı Cahandar ağa vaxtında ona xəbər vermişdi. Bu müridlərə uyma demişdi. Bəs Şahnigar ona niyə qulaq asmamışdı? Məgər qardaş bacının pis gününü istəyərmi? Onun adının ləkələnməsinə dözərmi? Hələ mənə bu da azdır. Lap gözümdən boğazlanasıyam. Nahaq yerə ağlımı oğurladıb sözə baxdım. İndi nə olsun? Kimin ağzını bağlayacaqsan? Kimi başa salacaqsan ki, heç nə olmayıb? Sabah bütün kənddə zurna çalmayacaqlarmı? Yazıq qardaş, səni də dərdə saldım. İndi bilirəm nələr çəkirsən. Mənim kimi bacını Allah yerə soxsun. Vaxtında sözünə baxmadım. Məni öldürsən də azdır. Onun üçün deyiblər, böyüyün sözünə baxmayan böyürə qalar. Cahandar ağa isə fikrini cəmləşdirə bilmirdi. Əslinə baxsan o heç fikirləşmirdi. Elə bil beyni, ürəyi keymişdi. Bir yanını şaqqalayıb kəssən də xəbər olmazdı. Atın üstündə necə oturduğunu, haraya getdiyini də bilmirdi. Gözünün qabağında yalnız duman içində ağaran bacısı, bir də Molla Sadığın qaba iyrənc sifəti dururdu. Dodaqları səyriyir, gözünün hərqələri tez-tez dolub boşalırdı. O nə edəcəyini bilmirdi. Şübhə ac qurd kimi sinəsini gəmirib parçalayırdı. Nəfəsi darıxır, hava çatışmırmış kimi tez-tez köksünü ötürürdü. Ona elə gəlirdi ki, lap bu saat ürəyi partlayıb sinəsindən bayıra çıxacaqdı. Yumruq boyda olan bu at parçası sıxıldıqca nəfəsi boğazına yığılıb orada düyünlənirdi. At yox, ət parçası olar. Onun üçün bu dünyada hər şeydən əziz, təmiz adla yaşamaq idi. Kişi ki, adamların gözünün içinə şax baxa bilmədi, ölsə yaxşıdır. Gözü kölgəli ömür sürməkdənsə, arvad kimi ləçək bağlamaq, mərəkə içinə çıxmamaq məsləhətdir. 5 gün yaşa, amma gözü kölgəli olma. Bu dünyada təmiz at saxlamaq çox çətindir. Adına söz deyildimi, qurtardı. Ondan sonra nə qədər çalışsan da ləkəni təmizləyə bilməyəcəksən. Dilləri kəsmək, deyilən sözləri geri qaytarmaq ki, mümkün deyil. İndi onun qorxduğu iş başına gəlmişdi. Bacısı onun adını batırmışdı. Necə deyərlər, papağını yerə soxmuşdu. Müridlərin meyxanasına getmişdi. Molla Sadığın
ya da başqa bir müridin əli ona dəymişdi. Bəlkə də ona heç nə olmayıb, tərtəmizdir. Amma kimi inandıracaqsan? Bundan sonra mən cəmaət arasına necə çıxacağam? Başıma papaq qoyub necə gəzəcəyim? Mərəkədə oturub necə söhbət edəcəm? Üzümə deməsələr də arxamca rişxənd edib atamın goruna söyməyəcəklərmi? Kişilikdən dəm vurur, namusdan danışır, amma bacısından xəbəri yoxdur. Müridlərin dınqırına süzür, deməyəcəklərmi? Bundan sonra hər baxış, hər mənalı gülüş məni şübhəyə salmayacaqmı? Kaş sən heç yaranmayaydın. İndi mən nə edim, dərdimi kimə açım? Lap yaxından bir quş qalxdı. Günəşin zərrələri altında sinəsi və kiçik qanadları parıldayan quşcuğaz havalanmış kimi süzüb bir-iki dəfə mayallaq vurdu. Şahnigar ixtiyarsız olaraq əlini gözünün üstünə qoyub ayağa qalxdı. Mavi ənginliklərə doğru baş alıb gedən quşu gözdən itirməməyə çalışdı. Birdən haradansa peyda olan ley onun üstünə cumdu. Yazıq quş tərpənə bilmədi. Havada lələklər oynadı. Şahnigar ağzını açıb qışqırmaq istədi. Ancaq nəfəsini çəkə bilmədi. Meşə uğuldayıb şaqqıldadı. Kürəyinin arası od tutub yandı. Nə üçün gözündən tüstü çıxdığını, başı gicəllənib sərdirlədiyini bilmədi. Yıxılmamaq üçün suyun kənarındakı balaca yulğun kolundan yapışdı. Qanırılıb geri qardaşına baxdı. Bir an yalnız bircə anonların gözləri bir-birinə sancıldı. Şahnigarın sifətində gülüşdən çox məzəmməti andıran bir təbəssüm oynadı. Gözlər süzüldü. Qurban olum, ay qağa, məni niyə? Cahandar ağa bu sözləri güclü eşitdi. Şahnigarın təngildəyib fırlandığını və kökündən kəsilmiş ağac kimi göy otların üzərinə sərildiyini görmədi. Onun gözləri torlanmışdı. Yaş bəbəklərini qapanmışdı. Bacısının son anda üzünə zillənmiş lal baxışı, durğun göl kimi sakit dayanan iri qumral gözləri, sifətindəki məzəmmət dolu təbəssüm beynində əbədi həkk olmuşdu. Onun dodaqları titrəyə-titrəyə dediyi son sözlərdən başqa qulağı heç nə eşitmirdi. Cahandar ağa bir-iki addım qabağa gəlib yerə sərilmiş Şahnigarın yanında dayandı. Kişi diz çökdü. Bacısının geniş açılmış bəbəklərindən əyilib, ovunu parçalamaq istəyən heybətli bir sifət gördü. Qıllı papaqlı, qıllı qaşlı, iri, həbəşi, dodaqlı bir adam onun üzünə də yad gəldi. Birdən-birə hələ istisi soyunmamış cəsədin üstünə sərilib hönkürdü. 3-cü hissə. Günorta üstünə yaxın xır yolunun aşağı tərəfindən Acı dərənin yanındakı döngədən bir dəstə atlı kişi onların ardınca zınqırovlu fayton dikdirə qalxdı. Arxadan bir cərgə düzülmüş atlı gəldi. Xır yoluna səs düşdü. Kazakların böyründən sallanan və az qala yerə dəyən uzun qılınçlarının dəmirləri və tüfənglərinin lülələri parıldadı. Onlar əyinlərinə şabaldı rəngli yunçuxa geymiş, başlarına iri qıllı papaq qoymuşdular. Papaqlarının ortasındakı qırmızı və başlıqlarının qotazları aydın seçilirdi. Fayton qapqara idi. Gün vurduqca parıldayırdı. Onun içində oturanlar da elə bil qızıla bürünmüşdülər. Çiyinləri, döşləri işım-işım işıldayırdı. Dəstə kənddən xeyli aralandı. Camaat onların Tiflisə ötüb keçdiklərini yəqin edib arxayınlaşdı. Ancaq atlılar gözlənilmədən burulub Zayejin qabağında dayandılar. Əhməd səs-küyə evdən çıxdı. O yaralı yaraqlı qazaqları görəndə ani olaraq Peterburqu xatırladı. Bədənindən soyuq bir gizilti keçdi. Onların nə üçün bura gəldiklərini anlamadığından xəyalına 100 cür qorxulu fikir gəldi. Atdan enib əlində qamçı oynadan enli kürək, uca boy, saqqallı sinəsinə yayılmış, Kazak ona yaxınlaşıb birdən-birə bağırdı. Ey tatar, yaxşı yaman kladi karman, ni bilmez, ni bum bum. Bu acı təkramlı söz elə bil Əhmədi silkələyib ayıltdı. O gözünü qarşısında dayanıb istehza ilə ona baxan Kazakın üzünə zillədi və xalis rus dilində "Nə buyurursuz?" deyə soruşdu. Belini azacıq irəli əyib ayaqlarını aralayan və elə bil ki Əhmədi udmağa hazırlaşan Kazak qarşısındakı adamın təmkin və cavabından diksinib geri çəkildi. Gözləri qıyıldı
və dönüb arxa tərəfdə dayanan yoldaşlarına baxdı. Əhməd onun şaşırdığını görüb daha qətiyyətlə dilləndi. Buyurun, mən sizi dinləyirəm. Qazak vəziyyətini dəyişməli oldu. Gedək otaqları göstər. Görmürsənmi, pristav gəlib. Onlar Əhmədi qabaqlarına qatıb içəri apardılar. Diqqətlə bir-bir otaqları gəzdilər. Hər tərəfi yoxladılar. Divardakı yazı taxtasını, skamyalar, xəritəni görəndə bayaqki Qazak yenidən bağırdı. Bu nədir? Özünüz görürsünüz. Onu demirəm, bura Zayejdir, yoxsa məktəb Zayejdir. Bəs nə üçün bunları buraya doldurmuşsam? Lazım olur. Lazım olur, lazım olur. Az danış, stulları bayıra çıxart. Qazakın sifəti dəyişdi. Az qaldı baxışları Əhmədi yesin. Hətta əlini yuxarı qaldırıb şağlağını belə həlləmək istədi. Ancaq pristavın eyvanda dayandığını görüb əlini saxladı. Qazaklar stulları götürdülər. Eyvanda məhəccərin qabağında kölgə yerə düzdülər. Pristav və yoldaşları əyləşdilər. Onlar kitellərinin yaxasını açdılar. Dəsmalla boyunlarını, şapkaların içini quruladılar. Pristav hətta daz başının tərini sildi. Kür tərəfdən əsən sərin mehutları, çiçəkləri sığallaya-sığallaya Zayeja qədər gəldi. Elə bil eyvanda oturanları yellədilər. Qazaklar heç nə soruşmadan Əhmədin axşam biçib gətirdiyi göy otu qucaqlayıb atlarının qabağına tökdülər. Sonra divar boyu sallağı oturub papiros eşitdilər. Pristav sakitcə kürə, o üzdəki meşəyə, aralıqlardakı cələyə baxdı. Biçənəklərin otu, yarpaq açmış ağaclar, göylüklərdə qaçışan atlar, çilingağac oynayan uşaqlar onun diqqətini cəlb etdi. Dodaqları azacıq aralanıb gülümsündü. Deyəsən kəndin mənzərəsi onun xoşuna gəldi. Bayaqki Qazak əyilib pristavın qulağına nəsə dedi. O bir xeyli başını tərpətdi. Sonra Əhmədi yanına çağırdı. Biraz bundan əvvəl onun sifətini bürüyən təbəssüm yox oldu. Sən kimsən? Poçta işçisi. Ruscanı hardan öyrənmisən? Peterburqdan. Pristav yerində qurcalandı. Onun altındakı stul cırıldadı. Qarşısında dayanan Əhmədi aşağıdan yuxarı diqqətlə süzdü. Student olmusan? Bəli. Bəs sonra da qovublar eləmi? Bəli. Nəyin üstündə? Bəzi kitablar oxuduğuma görə. Tak. Bəs buraya necə gəlmisən? Göndəriblər. Burada da o kitablardan oxuyursan. Yoxlaya bilərsiniz, cənab Pristav. Da. Bəs buranı nə üçün məktəbə döndərmirsən, cənab pristav? Uşaqlar hərdən bir yanıma gəlir. Dərxanlıda onlara yazı pozu öyrədirəm. Özünüz bilirsiniz ki, bizim kəndlərdə məktəb yoxdur. Sən onlara tatarca yazmağı öyrədirsən? Yox, rusca. Pristavın sifətinin ifadəsi yumuşaldı. Əhməd onun gözlərindəki narazılığın yavaş-yavaş silindiyini hiss etdi. Tak, səndən xoşum gəldi. Bəs sizdə çay tapılmaz. Qonaq gələnlərə hər şey tapılar. Elə isə bir samavar. Əhməd otağa girib samavarı çıxartdı. Pristav tərini silə-silə özünü yerlədi. Əhmədin samavara su tökdüyünü görüb dilləndi. Sən təksən, arvad uşağın yoxdur. Yoxdur, cənab pristav. Yaxşı, sən gəl bura, çayı onlar qoyarlar. Qazaklar dərhal samavarı götürdülər. Çəlləkdən su doldurdular. Elə həyətin ortasındaca odun çıdıqlayıb samavara ot saldılar. Pristav özünü xeyli yerlədi. Eyvanda gəzindi. Sonra gəlib bayaqki yerində oturdu. Üzünü Əhmədə tutub astadan dilləndi. Cəmaatı buraya yığmaq lazımdır. Vacib məsələ var. Sən uşaqlarla get, bütün kişiləri buraya çağır. Özün də bizə dilmancı olarsan. Atlı Qazaklar kəndə doluşdular. İtlər yad adamları görəndə zəncirdə dartınıb çırpındılar. Torpaq yolun tozu göyə qalxırdı. Kəndin üstünə çöküb duman kimi ətrafı kölgələndirdi. İsti yay günlərində tozu torpağı göyə sovurub, burulğan kimi havaya qalxan bu boğanaqdan cəmaat vahiməyə düşdü. Kişilər daldalanmağa çalışdılar. Uşaqlar qaçıb gizləndilər. Arvadlar heç üzlərini də göstərmədilər. Kənd suyu sovrulmuş dəyirman kimi birdən-birə susdu. Gün bərk qızdığından ancaq cırcıramalar səs-səsə vermişdilər. Kür isə çağlayıb, uğuldayır, cilovunu gəmirən at kimi fınxırıb sahili döyəcəyirdi. Bu ölü sükutu hiss edən Qazaklardan biri Əhməddən soruşdu. Cəmaat hanı köçüblər? Yox, bəs niyə görünmürlər? Sizdən qorxurlar. Niyə? Sizdən xeyir gözləmirlər.